Şənbə söhbətləri, ədəbiyyat almanaxı. Salamlayıram sizi əziz dinləyicilərim. Yenə də ədəbiyyat ocağına yığışmışıq. Bugün biz sizi çağdaş Azərbaycan ədəbiyyatının dəyərli imzalarından biri ilə baş-başa qoyacağıq. Bugünkü həmsöhbətimiz Ağstafa rayonunun Köçəskər kəndində bir sayılı məktəbin tarix müəllimi işləyən, yazıb yaradan, pedaqoji fəaliyyəti ilə və yazıcı şair kimi tanınan Saqif Qaratorpaq olacaq. Və sevinərək bildirirəm ki, Saqif müəllim bugün bizimlə studiyadadır. Saqif müəllim, bilirəm ki, çox uzun bir yol fəth eləyib gəlmisiniz bura. Ağstafadan elə birbaşa bura gəlmisiniz və bu məni çox sevindirir. Studiyamıza xoş gəlmisiniz Saqif müəllim. Yol uzaq olsa da, ancaq təki ürəkdə istək olsun. Gəlmək elə də çətin deyil. Saqif müəllim, sizin yaradıcınızı araşdırarkən bilirəm bütün şeirləriniz gözəldir, amma bir şeir nümunəsi ilə mən istərdim verilişimizi başlayaq, əgər icazə verirsinizsə. Buyurun. Hər gün hamıda itirib, tək səndə tapdım özümü. Min ağrıdan, acıdan yoğurdum, yapdım özümü. Yandım, ağ yerim qalmadı. Bir varaq yerim qalmadı, bircə sağ yerim qalmadı. Taladım, çapdım özümü. Bir qərib eşqə xəklənib, qəm üstündə çiçəklənib, bir misraya dirsəklənib, biraz yubatdım özümü. Çox sağ olun Saqif müəllim bu gözəl şeirlərə görə və mən istərdim ki, bizim yazı masası rubrikamızın ənənəvi sualı var. Mən istərdim bu sualla başlayım. Yazı masanızda hal-hazırda nə var, nə üzərində çalışırsınız, nələr yazırsınız, yeni kitab varmı? Bu barədə danışasınız. Çox sağ olun. Deməli, yeni 2 kitab var. Bəli. Son dövr yazdığım şeirlər, yəni 2023-dən bu yana. Bir silsilə şeirlər var ki, onlar bir kitabdır. Yəqin ki, o çapa gözləyir. Bir də ikinci bir kitab var, tamamilə başqa bir mövzuda. Payız Çiçəyi adlı bir kitab hazırlayıram. Aha. Yəni, bu kiçik bir kitab olacaq həcmimizə, təxminən 100 səhifəlik. Tamam başqa şeirlərdir o şeirlərdə. Yəni, o şeirlərin mövzularına uyğun olaraq seçmişsiniz, bəli. Yəni, bu tamamilə yeni şeirlərdir. Son dövrün şeirlərdir. Yəni, 3 ayın şeirləridir. Təxminən bir kitablıq şeirdir. Saqif müəllim, o qədər çox təvəzzükar, o qədər sadə və gözəl bir insansınız. Əsl müəllim, pedaqoq simasında çox böyük dəyəriniz var mənim üçün və mən bilirəm ki, siz nə qədər təvəzzükar, nə qədər sakit simanız varsa, o qədər gözəl, üsyankar, insan qəlbinə toxunan, bəlkə də bir insanı üsyana aparan, bəlkə də bir insanı sevgiyə çağıran, gözəl, bir-birindən gözəl mövzulu şeirləriniz var. Deyirsiniz ki, pedaqoji fəaliyyətlə məşğul olmuşuq və mən özüm də müəlliməm və 25 il böyük bir yoldur əslində. Bəs necə bunu poeziya ilə pedaqoji fəaliyyəti necə bir-birinə uyğunlaşdıra bilirsiniz? Axı bunlar ayrı-ayrı tamamilə yollardır və necə vaxt tapırsınız o pedaqoji fəaliyyətdən bu cür gözəl nümunələri həyata gətirmək üçün? Deməli, pedaqoji fəaliyyət sistemli bir fəaliyyətdir. Əlbəttə, şairin fəaliyyəti proqnozlaşdırmaq olmur, planlaşdırmaq olmur. Ancaq orada da bir harmoniya var. Pedaqoji fəaliyyətdə də bir harmoniya var və müəllim-şagird münasibətlərinin harmoniyası var. Yəni, harmoniyasız həyatda heç nə yoxdur. Əgər belə olsa, xaos olsa, ümumiyyətlə kainat məhv ola bilər. Ona görə də hardasa orada yaxınlıq var. Ancaq oradakı ciddiliklə və başqa cəhətlərlə fərqlənir. Ancaq eyni zamanda ədəbiyyat da ciddi olmalıdır məncə. Yəni, ciddi ədəbiyyat yaradan adam özü şəxsən ciddi olmalıdır ki, ciddi ədəbiyyat yaratsın. Bəli. Saqif müəllim, məsələn, bir gözəl şeir nümunənizi oxuyan şagirdləriniz olubmu? Məsələn, siz onlara çox ciddi yanaşırsınız, onlarla ciddi danışırsınız, mən bilirəm və amma görürsünüz ki, sizin şeirlərinizi, kitabınızı oxuyublar, gəlib sizə yaxınlaşırlar. Bax, onda nə hissi keçirdirsiniz? Yəni, çox xoş hissdir. Bir də görürsən ki, elə şagirdlər olur ki, onlar tutaq ki, mən dərsdən danışanda onlar mənə deyirlər, müəllim, sizin kitabınız bizdə var, mən oxuyuram sizin kitabınızı, falan şeirinizi də oxumuşam. Mənə çox xoşdur, ancaq mən yenə də ciddi oluram, çünki
Yəni ki, uşaqlarla ciddi olmaq lazımdır. Yəni onlara da çox maraqlı gəlir ki, məsələn, bu cür nə gözəl, səmimi, məsələn, tutaq ki, bir sevgi mövzusunda və yaxud dostluq mövzusunda yazmış bir şair, incə ruhlu şair eyni zamanda bizimlə ciddi danışır, bizi yoxlayır, bizimlə söhbətlər aparır və heç o, yəni poeziyadan əsər əlamət olmur da, yəqin ki, həmən dərslərdə. Onlara da maraqlı gəlir əlbəttə ki. Əlbəttə şagirdlər üçün maraqlıdır. Yəni ki, belə bir ciddi adam görəsən o şeirləri o mu yazıb? Doğrudan da inanılmaz olur. Bəli. Əslində belə də dənizdə həmişə sakit olur. Bəli. Fırtınalı günləri çox az olur, tək-tək olur. Ya onlar o şairin o fırtınalı günlərini görmürlər. O fırtına onun içərisindədir, daxilindədir və onu gizləmək də bir ustalıqdır. Saqif müəllim, bir dəfə belə bir görüşlərin birində sizinlə görüş idi və qiraətçi olmağa çalışan bir insan, oxucu sizin şeirinizi çox böyük belə qışqıra-qışqıra deyirdi, belə bəkdən, yəni ucadan, sözləri bağıraraq deyirdi və mən də bir həmkarımla əyləşmişdim orada. Mən onda çönüb bu həmkarıma dedim ki, axı Saqif müəllim bu şeiri o qədər həzin, səssiz, sakit yazıb. Bu insan niyə bağırır? Və mən bilirəm ki, siz çox gözəl şeir nümunələrinin sahibisiniz və mən istərdim ki, siz bu şeirlərdən bizim üçün bir neçəsini deyəsiz. Nəriman Həsənzadənin görüşü zamanı o mübahisə yaranır və belə qənaətə gəlirlər ki, şeir pıçıltı ilə deyilməlidir. Mən dünəndən gəlirəm, yolum yaman uzaqdır. Bir ömür xərcləmişəm solmayan bir söz üçün. Ağrıları gül açam bir xaraba şəhərəm, öz külümdə ölərəm, əl açmaram göz üçün. Öz barımdan çatmadı özümə bir dədənə. İnsaf elə gəl qırma bar budaqlarımı, axtarıb xəzəl altdan əsirli bir mitra tap, isladıb göz yaşımda sarı budaqlarımı. Bilirəm əzabdır, hər gedişin əzabı, qorxmaz tərk edilməyin acısını dadanlar. Qapını açıq qoyub gözlərimi yummuşam, rahatca çıxıb getsin getməyə utananlar. Yoxdur bir ağrım acım, nə də bir umuküsü, əlimi uzatmaram heç vaxt saman çöpünə. Qətrə-qətrə əriyib şam kimi tükənərəm, ancaq dəri sərmərəm bir kimsənin günə. Hışqırıb öz səsində gör nə qədər vatan var, göz yaşları axtmaz, dəniz boğulanlara, təzədən alışmağa bircə qığılcım getər, ölüm yox əzabından bir də doğulanlara. O şeir yalnız dərin düşüncədən yaranır. Çox dərin düşüncədən yaranır və oxucusunu da düşündürməlidir. Oxucu öz həyatı barədə, dünya barədə, kainat barədə düşünməlidir və sizin şeirlərinizdə həm dünyavi mövzularda, həm sevgi mövzularında çox böyük bir belə necə deyim, çox böyük düşündürücü məqamlar var. Və şeir var ki, yüngüldür, adi həyatı əks etdirir. Amma şeir var ki, düşündürür. İnsan ondan sonra onu bir də oxumaq istəyir. Və yaxud bir də kiminsə dilindən eşitmək istəyir ki, daha çox dərinliyə getsin. Və bu sizdə var və mən buna görə sizə təşəkkür edirəm. Çünki Azərbaycan ədəbiyyatında bu cür imzalar çox nadirdir, çox az tapılır. Mən istərdim ki, Azərbaycan ədəbiyyatına söz düşmüşkən bizim ikinci ənənəvi sualımızı sizə təqdim edim. İndiki çağdaş Azərbaycan ədəbiyyatı bu texnologiyanın belə inkişaf etdiyi dövründə, poeziyadan xəbəri olmayan insanların, bu plagiat şeirlərin yarandığı dövrdə, internet vasitəsilə şeir nümunələr dünyaya gətirilən dövrdə, sünniliyin bu qədər çox olduğu dövründə Azərbaycan çağdaş ədəbiyyatının durumu, Azərbaycan ədəbiyyatının gələcəyi və Azərbaycan ədəbiyyatının keçmiş bizim unutmadığımız şair və yazıçıları haqqında biraz danışasınız. Buyurun. Poeziya elə bir sənətdir ki, orada ümumiyyətlə süniliyə yeri yoxdur. Oradakı könül var, ürək söhbəti gedir.
orada sünnilikdən danışmaq olmaz. Ona görə də istər bütün texnologiyalar inkişaf etsin, istər aparatlar, robotlar şeir yazsın, ancaq insan yazdığını şeiri kimsə yaza bilməz, hər hansı bir texnika yaza bilməz. Çünki insan könlünün enerjisini heç nə əvəz eləyə bilməz və ümumiyyətlə insanı heç bir texnologiya əvəz edə bilməz. Və mən elə bilirəm ki, lap 100 ildə keçsə, bütün texnologiyalar yaransa, hər bir şey robotlaşsa belə, poeziya heç vaxt ölməyəcək, poeziya əbədidir. Və ədəbiyyatın gələcəyi də poeziya ilə bağlıdır. Bunu təkcə mən demirəm, onu həm də akademik Nizami Cəfərov özünün məqaləsində deyir ki, ədəbiyyatın gələcəyi poeziyanın gələcəyi ilə bağlıdır, bununla bağlıdır. Və ümumiyyətlə belədir, poeziya indiki sənətin durumu dalğalı, fırtınalı bir dəniz kimidir və dənizin də bir durulan vaxtı olacaq və dəniz də həmişə orada deməli o nəhəng gəmilər üzəcəklər. Yəni siz düşünürsünüz ki, bu ələkdən keçəcək mütləq. Bəli, zaman yəni bu belə dövrlər olub. Tutaq ki, 20-ci əsrin 30-cu illərində də proletkulçular var idi, klassikanı tanırdılar, sonra simvolistlər var idi, ekspresionistlər var idi, elə deyilmi? Sonra da postmodernistlər gəldi. Ancaq yenə də klassik ədəbiyyat qaldı. O çox kövrəkdir. Ramiz Rövşənin o dediyi kimi deyir, 11 üstdən dağlayaram mən. Bizim o kövrək heza həmişə yaşayacaq. Baxmayaq ki, düzdür. Mən də sərbəstdə, istəyir əruzda, digərlər yazmaq olar. Ancaq bizim qanımız, genimiz, milli kökümüz heza ilə bağlıdır. Yəni biz düşünəndə də heza üstə düşülür. Bəlkə də sərbəst şeir yazanda da bizim onun içində hezamız var. Yəni o ritm, o musiqi var. Yəni ki bizim milli kökümüz onunla bağlıdır. Mən elə bilirəm ki, necə olsa da, ədəbiyyat hansı yönə getsə də bu sahə yaşayacaq. Yəni zaman göstərir. Artıq 100 il keçib, 100 il bundan öncə deyirdilər ki, heza ölə bilər, ancaq ölmür, yaşayır. Bəli. Sındı içimdəki son ümid heyif, qırıldım sonuncu adamdan belə, mənə şirin-şirin yalan danışma, demə o bağ belə, bu bostan belə, biraz da sən dada unudulmağı. Gör ki, tənhalıqdan Tanrı nə çəkir, mən elə əzəldən içimdə təkəm, peşman olarsan, yolumdan çəkil. Gedənlər gedəcək, belədir qayda. Bu antlar, bu bədlər hamısı boşdur. Hər kəs öz-özünə sinsin yetər. Mən öz külümdə oynamaq xoşdur. Bircə yol qaçmadım tərif dalınca. Gözüm yox heç zaman şöhrətdə, şanda. Mən susan dənizəm, tufandan qabaq. Müsibət oluram səbrim daşanda. Bircə yol dilimdən qıfıl açılmaz. Hesuf da demərəm sökülüncə can. Hər gün bir nəfərlik qala tikirəm. Özümə könlümün qırıqlarından. Çox sağ olun Saqib müəllim. Doğrudan da bu gözəl xüsusiyyətlərinizlə daima var olun. Bu şeirdə deyilən xüsusiyyətlərinizlə və mən bilirəm ki, Azərbaycan ədəbiyyatının çox gözəl şair və yazıçıları var, olacaq, davam edəcək sizin sözünüzün qüvvəti olaraq və bu bölgələrdə də davam edir və mən çox sevinirəm ki, bu cür gözəl şairlərimiz var. Əziz dinləyicilər, bugün də bir şeir, bir söz dolu verilişin sonuna gəldik. Azərbaycan ədəbiyyatı söz deməkdə davam edəcək və yeni nəfəsli istedadlarla oxucularını sevindirəcək. Bu şərtlə ki, biz bu gözəl imzaları tanıyaq, sevək və qoruyaq. Sağlıqla qalın əziz dinləyicilərim. Verilişi sizin üçün hazırladı Aysel Fikrət, rejissor Anar Məmmədov.